Salam, hər vaxtınız xeyir olsun. Studiyada mən Aynur Kərimli. Həftənin cümə gününə olan xəbər buraxılışını sizə təqdim edirəm. İlk olaraq anonslara nəzər salırıq. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallası qəbul edib. Prezident İlham Əliyev aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya Fakültəsinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində Qədim yurd yerlərimiz, soy kökümüz, Aşıq Ələsgər adlı tədbir keçirilib. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump yenə erməniləri məyus edib. Dünya və ölkədə baş verənlərlə bağlı ən son xəbərlərin təfərrüatını sizə təqdim edirəm. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallası qəbul edib. Məlumatı Prezidentin mətbuat xidməti yayıb. Prezident İlham Əliyev aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada Xarici İşlər Naziri Melanie Jolini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib. Bu barədə Nazirlik rəsmisi sosial şəbəkədə paylaşım edib. O, Kanada Nazirliyini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib. Nazirliyin rəsmi nümayəndəsinin sözlərinə görə Melanie Joli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalan 1 milyondan çox azərbaycanlının əzablarını tanımayıb. Ayxan Hacızadə həmçinin bir aforizmə istinad edib. Necə də dəqiq deyilib, qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır. O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb. Kiçik bir xatırlatma, həmişə faktlara əsaslanın. Erməni diasporunun yalan narrativlərinə yox, Azərbaycanın 2023-cü ildə lokal antiterror tədbirlərindən danışarkən Nazirlik nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub. 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavabı idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi. Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub, deyə Ayxan Hacızadə öz sözlərinə əlavə edib. Davam edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya Fakültəsinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində Qədim yurd yerlərimiz, soy kökümüz, Aşıq Ələsgər adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, tanınmış ziyalılar, universitetin professor, müəllim heyəti və tələbələr iştirak ediblər. Beynəlxalq əlaqələr üzrə prorektor Professor Mahirə Nağıqızı öz çıxışında Aşıq Ələsgərin yalnız böyük söz ustadı deyil, eyni zamanda Qərbi Azərbaycanın dərdini, sevincini və torpaq həsrətini sazı və sözü ilə bir millətin ruhuna hopduran milli kimli rəmzi kimi olduğunu vurğulayıb. O qeyd edib ki, 19-cu əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ələsgər təkcə bölgənin deyil, bütövlükdə Azərbaycan xalq ədəbiyyatının unudulmaz söz ustadlarındandır. Onun qoşmaları, gəraylıları və təlcinsləri xalqımızın fəlsəfi dünya görüşünü, ictimai-sosial düşüncəsini və həyat tərzini bədii dillə ifadə edir. Aşıq Ələsgərin zəngin poetik irsi milli mənəvi dəyərlərimizin daşıyıcısı və aşıq sənətinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Onun yaradıcılığı milli mənlik şüurunun formalaşmasında və qorunmasında əvəzsiz rola malikdir. Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri Əziz Ələkbərli vurğulayıb ki, Aşıq Ələsgərin yaradıcılığı xalqımızın mənəvi dəyərlərini, ana dilinə olan sevgisini və milli təfəkkürünü doğru şəkildə dolğun şəkildə əks etdirir. Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr Professor
Mahirə Nağqızının Mənim çəkmələrim hekayəsini səsləndirdi. Milli rəqslər və Aşıq Ələsgərə həsr olunan poetik nümunələr nümayiş etdirildi. Xarici xəbərlərlə davam edirik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump yenə erməniləri məyus edib. O, 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqqında danışarkən soyqırımı sözündən istifadə etməyib. Bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində bildirilib. Trump 1915-ci ildə baş verən hadisələri ən dəhşətli fəlakət adlandırıb. Xatırladaq ki, Donald Trump əvvəlki prezidentliyi dövründə də soyqırımı ifadəsini işlətməyib. Türkiyə isə Ermənistana iki tərəfli münasibətlərin normallaşmasına dəstək ilə bağlı çağırış edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, radikal qruplaşmaların gərginlik yaratmaq səylərinə şərait yaradılmamalıdır. Bildirilib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətə və beynəlxalq hüquqa zidd açıqlamaları rədd edir. Belə bəyanatların heç bir əsası yoxdur. Vurğulanıb ki, Türkiyə beynəlxalq aləmdə və regionda daim sülh, sabitlik və dialoq mühitinin təmin olunmasını müdafiə edib. Ölkəmiz bu məqsədlə 1915-ci il hadisələrinin obyektiv şəkildə araşdırılması üçün arxivlərini açıb deyə məlumatda qeyd olunub. Bir günlük Pasxa atəşkəsindən sonra Rusiya silahlı qüvvələri dayanmır və son günlər Ukraynanın şəhərlərini atəşə tutmaqda davam edir. Rusiya pilotsuz təyyarələrinin Ukraynanın Pavlograd şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə Dnipropetrovsk vilayətinin rəhbəri məlumat verib. Dəqiqləşdirilən məlumatlara görə Pavlogradda 2 nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır deyə o qeyd edib. Ukrayna kütləvi informasiya vasitələrinin məlumatına görə hücum nəticəsində şəhərdə bir neçə yanğın baş verib. Digər xəbərə keçid alırıq. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump isə deyir ki, qarşıdakı günlər Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar baxımından son dərəcə önəmli olacaq. Amerikalı lider bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Biz bu müharibəni başa çatdırmaq istəyirik tez bir zamanda. Hesab edirəm ki, bu istiqamətdə ciddi irəliləyiş əldə olunub. Qarşıdakı günlər çox vacib olacaq. Görüşlər artıq başlayıb və nə baş verəcəyini görəcəyik deyə Trump bildirib. O, həmçinin əmin olduğunu bildirib ki, yaxın zamanlarda həm Moskva, həm də Kiyev tərəfindən qəbul olunacaq sülh razılaşmasının əldə edilməsi mümkündür. Bu arada Böyük Britaniyanın baş naziri Keir Starmer Donald Trump'a etiraz edib. O, ABŞ prezidenti Donald Trump'ın Ukraynada müharibənin dayandırılması haqqında razılaşmanın əldə edilməməsinin Ukrayna lideri Volodymyr Zelenskinin günahı olduğu mövqeyi ilə razılaşmayıb. Xeyr, Rusiya təcavüzkardır. Heç vaxt unutmayın ki, münaqişənin ilk həftəsində Zelenskiyə öz ölkəsindən təhlükəsiz çıxış təklif edilmişdi. O zaman hamı düşünürdü ki, Rusiya Ukraynanı ələ keçirmək niyyətində çox tez uğur qazanacaq. O isə ölkəsini müdafiə etmək və ona rəhbərlik etmək üçün qaldı. Bunu 3 ildən çox müddətdə bütün ölkəsi kimi böyük cəsarət və dözümlülüklə etdi. Danışıqlar masasına oturmalı və atəşkəsə razılaşmalı olan məhz Rusiyadır deyə Starmer Zelenskinin sülh sazişinin olmamasında günahkar olub-olmadığı sualına cavab verərkən deyib. Britaniya baş naziri Rusiya ilə hər hansı danışıq prosesi çərçivəsində Krımın rəsmi olaraq Rusiyaya məxsus olduğunu tanımaq barədə ABŞ-nin planlarını dəstəkləməkdən imtina edərək Kiyevə Moskva ilə hər hansı sülh sazişinin şərtlərini müəyyən etmə imkanı verilməli olduğunu qeyd edib. Nəticədə mən həmişə yadda saxlayıram ki, məhz Ukrayna bu məsələləri həll etməlidir. Bu başqa insanların Ukrayna adından qərar verməsi üçün deyil. Bunu Ukrayna həll etməlidir. Rusiya bu şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır deyə Starmer bildirib. O əlavə edib ki, atəşkəs Ukraynada daxil olmaqla bütün tərəflərin qəbul edə biləcəyi şərtlərlə olmalıdır və bu uzun müddətli atəşkəs olmalıdır. Son günlər Hindistan və Pakistan arasında da gərginlik yaşanır və bu gərginlik artıq pik həddə çatıb. Hindistan Hind çayının Pakistana axınının qarşısını almaq üçün bütün su bəndlərini bağlayıb. 1960-cı ildə Hind çayı suları haqqında saziş imzalandıqdan sonra ilk dəfədir belə bir hadisə baş verir. Həmin sazişdə tərəflər siyasi münaqişələrə baxmayaraq su resurslarını bölüşmək razılığına gəliblər. Daha əvvəl Pakistan çayın axınının kəsilməsi cəhdlərini
təhdidlərini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib. Pakistan hökuməti Hindistan Hind çayının su axınını dəyişdirməyə cəhd edəcəyi təqdirdə cavab tədbirləri görəcəyini bəyan edib. Bildirilib ki, Hind suları müqaviləsi Dünya Bankının vasitəçiliyi ilə imzalanan məcburi beynəlxalq razılaşmadır və onun birtərəfli şəkildə ləğvi hüquq baxımından mümkün deyil. Rəsmi açıqlamada vurğulanır ki, Hind çayının suları Pakistanın 240 milyonluq əhalisi üçün həyati əhəmiyyət daşıyır və bu sudan istifadə hüququ istənilən qiymətə qorunacaq. Paragvay İranın İslam İnqilabi Keşikçiləri Korpusunu Sepah terror təşkilatı kimi tanıyıb. Bu barədə Paragvay prezidenti Santiago Peña fərman imzalayıb. Paragvay rəsmi olaraq Sepahı terror təşkilatı kimi tanıyıb və eyni zamanda bu qərarı Fələstinin Həmas və Livanın Hizbullah təşkilatlarının bütün strukturuna da şamil edib. Belə ki, rəsmi Asunsiyon bu qərarı Həmas və Hizbullahın təkcə silahlı qanadlarına deyil, həm də siyasi və sosial quruluşlarına da aid edib. Bu tədbirlər beynəlxalq ictimaiyyətin sülhünün, insan hüquqlarının və təhlükəsizliyinin sistematik pozuntularına cavabdır. Paragvay lideri sosial şəbəkədə bu haqda yazıb. Bundan başqa, dövlət başçısının dərc etdiyi rəsmi bəyanata görə, Paragvay zərərli təhdidlərdən biri olan terrorizmə qarşı mübarizədə öz qəti və dəyişməz mövqeyini təsdiqləyir. Qeyd olunub ki, Sepahın siyahıya daxil edilməsi hərbi quruluşun insan hüquqlarının sistematik pozulmasında iştirakı və qlobal miqyasda terror fəaliyyətlərinə cəlb olunması ilə əlaqədardır. Bildirilib ki, bu cür tədbirlər Amerika Birləşmiş Ştatları və İsrail kimi ölkələrlə strateji ittifaqları gücləndirir. Sənəddə terrorçuluğun sərhəd və bayraq tanımadığı vurğulanıb. Bugün Azərbaycanın milli qəhrəmanı Albert Ağarunovun doğum günüdür. O, 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 sayılı məktəbin 8-ci sinifini bitirərək peşə məktəbində sürücü mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda maşınqayırma zavodunda işləyib. Vətənimizin dar günündə Albert Ağarunov könüllü olaraq cəbhəyə yollanıb. Albert tank komandiri təyin edilib və Şuşa cəbhəsinə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 8 may 1992-ci ildə Şuşada səhər tezdən erməni quldurların tankları görünüb. Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edib. Yenidən irəli atılan Vətən oğlu növbəti sərrast atəşi ilə daha bir düşmən tankını məhv edib. Sevincdən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub. Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. Hətta o dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular. Albert Ağarunov Azərbaycan prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 sayılı orta məktəb onun adını daşıyır. Albert Ağarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi vurulub. Təhsil aldığı məktəbin önündə büstü qoyulub. Eyni zamanda 2019-cu ildə Nərmanov rayonu ərazisində Albert Ağarunovun heykəli ucaldılıb. Digər xəbərimizə keçid alırıq. Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib. Hadisə Nəsimi rayonu Azadlıq prospektində 28 Mall ticarət mərkəzinin qarşısında baş verib. 38 yaşlı Teymur Əliyev və 24 yaşlı Həsən Cavadov 2 metr enində plakat açıb. Plakat üzərində Əhmədi sülh və işıq dinini təbliğ edən şüarlar, eləcə də Abdullah Haşim zühur edib kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılan plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və Teymur Əliyevlə Həsən Cavadovu ərazi üzrə 22-ci polis şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər. Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə hər iki şəxs
şəxs 10 sutkalıq həbs edilib. Qeyd edək ki, saxlanılan şəxslər özlərini Amerika Birləşmiş Ştatlarında yaşayan Abdullah Haşim Aba El Sadıqın qurucusu olduğu Sülh və İşıq dininin mənsubu kimi təqdim ediblər. 42 yaşlı Abdullah Haşim bir müddət əvvəl özünü 2-ci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib. Qeyd edək ki, bir müddət əvvəl Aropul dininə sitayiş edənlər Fəvvarə meydanında da aksiya keçirmişdilər. İdman haqqında xəbərlərə keçid alırıq. Türkiyə Kubokunun yarımfinal oyununda Trabzonspor doğma azarkeşləri önündə Göztəpəni 2-0 hesabı ilə məğlub edərək finala adını yazdırıb. Görüşün birinci hissəsi qolsuz başa çatıb. Trabzonspor yalnız 78-ci dəqiqədə hesabı açıb. Ozan Tufan klassik vuruşla meydan sahiblərini önə keçirib. 89-cu dəqiqədə isə Zubkov fərqi artırıb. Bu nəticə ilə Qaradənizlilər Türkiyə Kubokunda finala yüksələrək həlledici oyunda əzəli rəqibi Qalatasarayla qarşılaşacaqlar. Kubok finalı 14 may çərşənbə günü keçiriləcək. Real Madridin hücumçusu Vinicius Junior klubun illik 15-20 milyon avro maaşla yeni müqavilə təklifini rədd edib. Məlumata görə, Braziliyalı futbolçu Realın sabiq ulduzu Cristiano Ronaldo səviyyəsində qazanc əldə etmək istəyir. Portuqaliyalının Kral klubunda illik qazancı 30 milyon avro təşkil edirdi ki, bu da onu komanda tarixinin ən yüksək maaş alan futbolçusu edib. Hazırda Real Madrid Vinicius'la müqaviləni 2030-cu ilə qədər uzatmaq istəyir. 24 yaşlı futbolçunun cari müqaviləsi 2027-ci ilə qədərdir. Beləcə bu günə və bu saata sizə çatdıracaqlarımız bunlar idi. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.